Gəlin sizə çaydan danışım. Elə bir çaydan ki, öz təbii dadı ilə, öz təravəti ilə digər çaylardan əlbəttə ki, fərqlənir. Bu, Hacı Seylon çaylarıdır. Niyə Hacı Seylon çayları fərqlənir? Ona görə ki, Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və hər birimiz bilirik ki, çayın insan orqanizminə faydası çoxdur. Tərkibində olan 300-dən çox kimyəvi birləşmələr insan orqanizmində bir sıra xəstəliklərin müalicəsinə fayda verir. Hacı Seylon çaylarını hardan alaq deyə sual etsəniz, heç düşünmədən deyərik, bu şəhərimizdə fəaliyyət göstərən Tayga Store supermarketlərindən və eyni zamanda şəhərimizdə fəaliyyət göstərən bir sıra marketlərdə var. Və siz onu seçib almaq üçün piştaxtalara yaxınlaşırsınız və məlumat üçün sizə söyləyim ki, yaşıl rəngli qablaşmada olan Pekoe çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Və çay dəmləməyə vaxtınız olmasa, işdə, ofisdə olsanız, onun üçün paket çaylar da var ki, siz o çayları dəmləyərək tez fincana salaraq hazır edib içə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Hər birinizin süfrənizdən Hacı Seylon çayları əskik olmasın. Verilişin baş sponsoru Hacı Seylon çayları.